TikTokda daha çox Arzum 9999 ləqəbi ilə tanınan İlduzə Hacıyevanın səhhəti pisləşib. Bu barədə Unikal Azad TikTokerin vəkili Hikmət Əliyev məlumat verib. Vəkilin sözlərinə görə ona müntəzəm olaraq həkim nəzarəti lazımdır. Vəkil onu da bildirib ki, 1-ci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti veriləcək. Bəs onun biri autizmdən əziyyət çəkən 4 övladının aqibəti necə olacaq? Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin azyaşlı uşaqlarının varlığını, həm də sayını, üstəlik hansınınsa xəstəliyini nəzərə alırmı? Əlbəttə, şəxsin himayəsində azyaşlı uşaqlarının olması məhkəmədə nəzərə alınan hallardandır. Bunu Yeni Sabah Aza danışan vəkil Ramil Süleymanov bildirib. O, dərhal əmma səsləndirib. Ancaq bu uşaqların sayına görə cəzanın avtomatik azalacağı və ya dəyişəcəyi anlamına gəlmir. Həmin halın yalnız cəzanı yüngülləşdirən amillərdən biri kimi qiymətləndirilməsi mümkündür. Vəkil əlavə edib ki, uşaqlardan birinin autizmli olması da şübhəsiz yüngülləşdirici hal hesab oluna bilər. Lakin nəzərə alınmalıdır ki, həmin uşaqlar Azərbaycan dövlətinin himayəsində deyillər, onların Azərbaycanla hüquqi bağlılığı yoxdur və hamısı xarici ölkə vətəndaşlarıdır. Faktiki olaraq onlar atalarının himayəsindədirlər. Bu baxımdan ananın məhkum olunması uşaqların sahibsiz və ya himayəsiz qalması anlamına gəlmir. Onların hüquqi statusu və təminatı vətəndaşı olduqları ölkənin qanunvericiliyi ilə tənzimlənir. Ramil Süleymanovun sözlərinə görə valideynin həbs olunması onun övladlarını görmək hüququnun avtomatik əlindən alınması mənası vermir. Yalnız törədilən cinayətin xarakteri qanunvericilik baxımından xüsusilə ağır hesab olunduqda, uşaqların mənafeyinə və təhlükəsizliyinə birbaşa təhdid yaratdıqda, məhkəmə valideyn hüquqları ilə bağlı əlavə məhdudiyyətlərin tətbiqini də nəzərdən keçirə bilər. Bu isə konkret işin halları və müvafiq qanunvericiliyin tələbləri əsasında qiymətləndirilir.